2024-cü ilin qəbul imtahanları artıq geridə qalıb. Nəticələr isə qarşıda olan illərlə bağlı ciddi suallar doğurur. Çünki bəzi ixtisaslara keçid ballarının 200-ə belə çatmaması cəmiyyətdə geniş rezonansa səbəb olub. Maraqlıdır, belə aşağı ballı universitetə qəbul olmaq fürsətdir, yoxsa risk? Keçid ballarının formalaşmasında ixtisaslar üzrə ayrılmış plan yerlərin sayı da rol oynayır və nəticə etibarilə bəzən olur ki, müsabiqə nəticəsində ballar müəyyən ixtisaslarda düşünüləndən daha aşağı formalaşa bilir. Amma müəyyən ixtisaslar var ki, onların keçid balları müsabiqə şərtinə görə 150 ballıq ixtisaslar hesab olunur. Hansı ki, blok imtahanı nəticəsində 100 baldan aşağı toplamış abituriyentlər ümumi balı 150-dən çox olarsa həmin ixtisaslara müraciət edə bilər. Ekspert bildirir ki, bəzi ixtisaslar nə qədər tələbatlı olsa da, abituriyentlərin maraq dairəsindən uzaqda qalır. Ona görə də həmin ixtisaslara qəbul tələbləri yumşaldılır. Elə ixtisaslar var ki, onlar dövlət üçün xüsusi əhəmiyyətli ixtisaslardır. Lakin əhali arasında ciddi rəğbət görmədiyi üçün, xüsusən bu kənd təsərrüfatı ilə əlaqəli istiqamətləri göstərə bilərik və yaxud da neft və sənaye ilə bağlı geologiya, geofizika, geodeziya kimi ixtisasları göstərə bilərik. Bunlar ölkə əhəmiyyətli ixtisaslardır. Lakin populyarlığı olmadığına görə keçid balları aşağı formalaşır. Lakin keçid ballarının aşağı formalaşması bizə həmin ixtisasların heç də ləğv olunması zərurətini ortaya çıxartmır. Dövlət İmtahan Mərkəzindən bildirildi ki, abituriyent 150 bal toplayıbsa, mütləq qaydada universitetə qəbul olacaq deyə bir şey yoxdur. Sadəcə 150 bal toplamaqla abituriyentin müsabiqədə iştirakı üçün şərait yaradılır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin də mövqeyini öyrəndik. Əgər əmək bazarında həmin yerlərə tələbat yoxdursa, yəni həmin ixtisaslara tələbatlar azdırsa, sözsüz ki, müəyyən müddətdən sonra artıq insanlar da, tələbələr də, abituriyentlər də bunu başa düşməyə başlayır ki, bu ixtisas, əgər mən bu ixtisası bitirsəm, əmək bazarında məhz bu ixtisasla bağlı özümə daha çətin yer tapacağam və bu cəhətdən bu ixtisaslara getməməyə başlayırlar. Və nəticədə ümumilikdə bu prosesin özü əmək bazarının, ümumilikdə təhsil, belə deyək də, sisteminin yaratdığı tələb təklif əsasında formalaşan bir, belə deyək də, bir vəziyyətdir. Müəyyən ixtisaslar üzrə keçid ballarının aşağı olması əmək bazarında həmin ixtisasları tələbin və iş imkanlarının aşağı olması və bu səbəbdən abituriyentlərdə marağın olmaması ilə bağlıdır. Onu da deyək ki, dünya təcrübəsində bəzi universitetlərdə qəbul asan, yəni aşağı ballı olsa da, təhsil müddətində tələbələrdən yüksək səviyyədə intellektual, praktiki və akademik bacarıqlar tələb olunur. Bu, xüsusilə mühəndislik, tibb, hüquq və digər populyar sahələrdə müşahidə olunur. Bu isə qəbulu asan, məzun olmağı isə qəlizləşdirir.